Salam əziz abituriyentlər. Bu videoda mən sizlər üçün Biologiya OTK 20 sınaq test toplusundan 17-ci sınağın 23-cü test tapşırığının izahını vermək istəyirəm. Demək, sualda deyilir ki, ürək diskinin müddəti sakit halda 11,2 ml oksigenin ağciyərlərə daxil olduğu vaxtda bərabər olan insan 1 dəqiqə ərzində nəbz vurğularının sayını hesablayın. Demək, əvvəlcə biz tapmalıyıq ki, hər tənəffüs hərəkətində ağciyərlərə daxil olan oksigen nə qədər ola bilər. Bilirik ki, hər tənəffüsdə 500 kub santimetr hava ağciyərə daxil olur ki, bunun 21% oksigenin payına düşür. Bu zaman yazırıq 500 100%dirsə, x da 21%dir. Demək, x da bərabərdir 105 kub santimetr. Demək, biz bildik ki, hər tənəffüs zamanı ağciyərlərə 105 kub santimetr oksigen daxil olur. Və indi isə bir tənəffüsə sərf olunan zamanı tapmalıyıq. Bilirik ki, 1 dəqiqədə, yəni 60 saniyədə 16 tənəffüs hərəkəti olur. 60-ı bölürük 16-ya. Tapırıq ki, bir tənəffüs hərəkəti üçün 3,75 saniyə vaxt lazım olur. Demək, bu zaman yazırıq 105 kub santimetr hava daxil olduğu zamanda 3,75 saniyə lazım olursa 11,2 ml oksigenin ağciyərlərə daxili olduğu vaxt da x-dir. X da bərabərdir 11,2 vurulsun 3,75 saniyə bölünsün 105 kub santimetr. Bunu da həll eləyəndə x-in qiyməti, yəni tənasüblə həll eləyirik, x-in qiyməti 0,4 saniyəyə bərabərdir. Demək, 11,2 ml oksigenin ağciyərlərə daxil olduğu vaxt 0,4 saniyəyə bərabərdir. Və məsələ şərtində də deyir ki, ürək diskinin müddəti bu zamana bərabər olur. Demək, bir ürək vurğusuna 0,4 saniyə vaxt tələb olunursa, 1 dəqiqə ərzindəki nəbz vurğusunu hesablayaq. 1 dəqiqəmiz 60 saniyədir. Demək, 60 saniyəni də bölürük. Bir ürək vurğusuna sərf olunan zamana, yəni 0,4-ə tapırıq ki, 1 dəqiqədə ürək 150 dəfə vurur. Demək, doğru cavabımız olur 150.